bu isim haqqında müəyyən artiklımızı. Artıq bu isim haqqında biz ikinci dəfə məlumat veririk. Bu zaman işlənir. Baxın, məsələn, yazıb ki, she loves flowers. Bir də müəyyən artikl üçün təkdir, cəmdir, sayılır, samır, heç bir fərqi yoxdur. Yəni ismin onun üçün fərqi yoxdur. Bizə deyir ki, baxın, she loves flowers. O deyir, gülləri sevir. Burada bizə bəlli deyil ki, hansı gülləri sevir. Ümumən məlumat verib bizə ki, o gülləri sevir. İstənilən gül ola bilər burada. İndi ikinciyə baxın. She loves the flowers in your garden. O, sizin bağdakı gülləri sevir. Hansı güldən söhbət gedir? Sizin bağınızda olan güldən. Artıq görürük də yəqin ki, fərqini ki, bax, burada bizim əsas sözümüz in your garden-da. Hansı güldən söhbət gedir? Sizin bağınızdakı güldən xoşu gəlir. Amma bir də ümumiyyətlə deyirdi ki, o güldən xoş gəlir. Əgər gülün növünü desəydi, yaxud bir dənə gül haqqında məlumat versəydi, bizə bəlli olardı. Amma heç bir məlumat verməyibsə, qeyri-müəyyən sayılır bizim üçün. Ona görə də biz ona müəyyən artikl verə bilmərik. Əgər flowers sözü esi olmasaydı, cəmdə olmasaydı, eflavə olardı qeyri-müəyyən artikl, çünki sayılır. Amma yox, burada əgər cəmlənib deyə, gülləri sevir deyirik deyə. Artıq bunun yanında artikl verə bilmirik. Daha sonra ikinci qaydamız. Bizim D artiklımız, müəyyən artiklımız yeganə varlıqlarla, tək varlıqlarla işlənir. Hansı ki, dünyada onların varlıqları birdir. The sun, günəş, the moon, ay, the earth, yer kürəsi, the sky, səma, the world, dünya. Bizim bu 5 ifadəmiz, 5 tək varlıqlarımızla mütləq Z artiklı işlənməlidir həmişə. Üçüncü qaydamız, üstünlük dərəcəsində olan sifətlərin qarşısında. Və biz sifətin üstünlük dərəcəsində olduğunu nə bilirik? Birincisi sonu S-lə bitir, ikincisi də qarşısında most işlənibdir. Bu zaman biz mütləq qarşısında Z artiklını işlədirik. Bir dənə mostu mən işarəliyim, mostla bağlı birazdan, çünki ayrı qaydamız da var. Amma hələ ki, ora kimi deyək. Həm mostla, həm S-lə bitibsə, mütləq qarşısında Z artiklını işlədirik. Daha sonra isimləşmiş sifətlərlə. Keçən dəfə ismin sonunda bir dənə şifahi şəkildə dedim sizə əslində. Dedik ki, istənilən sifəti biz götürürük. Məsələn, good, yaxşı, old, köhnə, bir də qoca deməkdir. Onun qarşısına Z artiklını artırırıq və biz həmin o sifəti isimləşdiririk. Azərbaycan dilində mənasında isə cəmləmiş oluruq. Baxın, məsələn, good sözü yaxşı deməkdir. Qarşısına Z artiklını artırdım, Z good. Z good olur yaxşılar. Həm mənası cəmlik oldu, həm də sadəcə Z artiklından istifadə etdik. Yəni, sifətin qarşısında biz Z artiklını görmüşüksə, bilirik ki, bu mümkündür, çünki bu isimləşmiş sifətimizdir. Çox görürük the old, the young ifadəsini. Qocalar, cavanlar kimi ifadələrimizi çox görəcəyik həmçinin. Beşinci qaydamız soyad bildirən isimlərlə işlənir. Bunu ismin yiyəlik halında dedik. Z artiklından sonra böyük hərf gəlib deyirdik. Bu zaman S sözə bitişik olmalıdır. Çünki soyadı bildirir. Baxın, The Nəcəfovs, The Browns, The Smiths. Azərbaycan soyadlarını seçmək asandır. Nəcəfovu məsələn seçə bilərik D artiklından. Amma Browns, Smiths kimi sözlərimizdə biz adımı, soyadımı bilmək istəyiriksə, soyadısa onun sonunda S olur. S yəni sözə bitişik olur. Və əgər sözə S bitişiksə, bu zaman mütləq Z artiklı işlənməlidir. Çünki artıq bu soyadı bildiribdir. Amma adlarla işlənməz. Altıncıda sıra saylarının qarşısında. Sıra saylarının adətən sonu TH hərf birləşməsi ilə bitir. Sonunda olur. 1, 2, 3-cü sözlərimiz fərqlidir. Baxın, bir dənə bu üçü fərqlidir. Qalan hamısının sonunda TH-ləri görərsiniz ki, bu sonluqlarla görürüksə, sayların sonu deməli sıra sayıdır və sıra saylarının qarşısında Z artiklı işlənir. To play ifadəsi. Play sözünün iki mənası var. Bir, oynamaq mənası var. Bir, çalmaq, ifa etmək mənası var. Əgər play sözü oynamaq mənasını bildirirsə, məsələn, futbol oynamaq, play futbol deyirik. Bu zaman artikl işlənməz. Amma play sözündən sonra hər hansısa bir musiqi alətinin adı gəlibsə, artıq bu zaman o çalmaq mənasını, ifa etmək mənasını bildirir və bu zaman mütləq qarşısına Z artikl işlənir. Həmin o musiqi alətinin. Baxın, play the guitar bu ifadəni yadınızda saxlayın elə. Ya ən yaxşısı. Bir də play futbol ifadəsini. Elə qayda olaraq eləcə də yadınızda qalacaq ki, play the guitar, play futbol. Necə ki, futbolda artikl işlətmədik, həmçinin gitar sözündə isə artikl işlətməliyik. Çünki burada çalmaq mənasını bildiribdir. Daha sonra dillər
Biraz burada dillərlə bağlı nə var? Dillərlə bağlı burada bir veribdir, digər tərəfində bir veribdir. Ayrıca ki, orada da işlənməyən forması. Dilləri mən ümumən izah eləyirəm, digər hissəyə gələndə də sizə asan olsun. Baxın, biri var deyirəm ki, English sadə formada. English sözünün həm ingilis dili mənası var, həm də ingilis xalqı mənası var. Əgər söhbət dildən gedirsə, dildirsə, bu zaman qarşısında artikel işlənməz. Sadəcə söhbət English sözünün özündən gedir. Yox, əgər xalqdan söhbət gedirsə, yəni ingilis xalqıdırsa, bu zaman qarşısında Z artikel işlədirik. Bəs desək ki, biz cümlədə baxanda nə bilək ki, burada dildənmi söhbət gedir, yoxsa xalqdanmı? Orada bizə feillər verir ki, həmin feillərdən biz artıq bilirik ki, söhbət canlıdan gedir, yəni insandan gedir, yoxsa dildən gedir. Məsələn, deyirəm ki, the English like tea. Artıq burada xoşlamaq var. Xoşlamaq insana aid olan bir şeydir. Deməli, mən orada ingilis xalqını nəzərdə tuturam. İngilislər çayı xoşlayırlar dedik. Və xalqdır deyə mütləq orada Z artikel işlədirik. Bir də var deyirəm ki, English is very difficult language. Baxın, deyirəm, ingilis dili çox çətin dildir. Burada isə işlətmədim, çünki artıq dildən söhbət gedir. Dildən söhbət gedəndə işlənməz Z artikeli. Xalqdan söhbət gedəndə isə Z artikeli işlənər. Söz sadə formadadırsa. Amma yox, dil mənasını bildiribdir. Özündən sonra bir də language sözünü gətiribsə, bu language gəlibsə, bu Z artikeli məcbur bura gəlməlidir, qayıtmalıdır. Yox idisə gəlmirdi. Bu language-i biz görməsəydik, bu language sözümüz yox idisə, bayaq dediyimiz kimi işlətmirdik. Amma yox, language sözü gəldisə, dərhal biz onun qarşısına D artikelində istifadə edirik, D artikelində işlədərik. Dil və xalq mənası aydın oldu sizə? Biraz burası çətindir. Aha, okey, əla. Keçək onda su hövzələri. Baxın, su hövzələri ilə, yəni çay, dəniz, okean, göl, ümumiyyətlə yadınıza saxlayın. Su ilə bağlı nə varsa, su ilə bağlı, nə olur olsun, çay, dəniz, okean, göl, tək-tək adını çəkmirəm. Su ilə bağlı nə varsa, hamısının qarşısına mütləq Z artikelini işlədərik. Mütləq Z işlənər. Bircə dənə halda işlənmir. Bircə dənə halda. O da hansıdır? Baykalda. Baykal sözünün qarşısında lake sözü gəlibsə, göl sözünün özü, o zaman işlənmir. Bu da təkcə buna aiddir. Yəni, ümumiyyətlə, lake sözü gəlibsə, tək lake sözünə aiddir ki, lake özü gəlibsə işlənməz. Amma dəniz, çay, dəniz, sea, river, ocean, bunlar gəlsə də, gəlməsə də fərq yoxdur, mütləq işlənir. Bir dənə lake-ə aid ki, baxın, deyir ki, lake gəlibsə, Z artikeli işlənir, amma ikisi aynı. Ya bu işlənməlidir lake, ya da Z işlənməlidir. İkisi eyni anda işlənə bilməzlər. Bu arada kanallar, boğazlar, bunlar da su ilə bağlı bir şeydir. Ona görə su ilə hamısına aiddir ki, Z artikeli işlənər. Bircə dənə körfəz adlarımız var ki, işlənmir. Körfəz sözü də bey deməkdir. Baxın, bu sözü yadınızda saxlayın ki, B-ayı yazılır. Bey körfəz deməkdir. Körfəz sözlərindən Z artikeli işlənməz. Orada da qarşısında, arxasında biz bey sözünü görəcəyik və onda bilməliyik ki, söhbət körfəzdən gedir. Və mən Z artikelini işlətməyim. Gəldik adalar qrupu, dağ silsiləsi. Bu ikisini bir yerdə izah edeyim mən sizə. Nədir bu? Birinci adaları izah edeyim. Əgər söhbət bir adadan gedibsə, bir adadan gedərsə, o zaman artikel qarşısında işlətməliyik. Məsələn, Britaniya adası, British Island deyirəm. British Island deyirəm daha doğrusu. Yox, əgər adalar qrupundan söhbət gedirsə, adalar qrupu, yəni adalar cəmdədirsə. Cəmdədirsə sonuna S artırırıq biz bunun və biz buradan artıq bilirik ki, söhbət adalar qrupundan gedir. Bu zaman mütləq qarşısına Z-ni işlədirik. Yəni artıq adalar sözümüz cəmdədirsə adalar qrupundan söhbət gedir və bu zamanda Z artikelini işlədirik. Eynisi dağlar üçün də keçərlidir. Əgər söhbət dağdan gedirsə, hər hansısa bir dağdan gedirsə, artikel işlətməliyik. Sadəcə, məsələn, Alp deyirəm, Alp dağından danışıram və yaxud da ki, Qafqaz dağından danışıram, işlətmirəm. Amma yox, Alps, Himalayas, Qafqazız deyirəmsə, yəni sonlarına S artırıb cəmləmişəmsə, Z artikelini işlədirəm. Biz bunu rahat şəkildə belə yadda saxlaya bilərsiniz ki, siz, əgər Z artikeli işlənib, Z-dən sonra gələn sözümüz S varsa sonunda, bu ya soyaddır, ən bayaq birinci dediyimiz soyadımızdır.
ya indi dediyimiz adalar qrupumuzdur, ya da dağlar qrupudur. Hər üç halda da mən onsuz da Z-ni işlədirəm deyə, elə siz böyük hərflə görüb cəmdə görmüsünüzsə, rahatlıqla onu Z ilə götürə bilərsiniz. Çünki 3 halın üçündə də Z ilə işlənir. Aha. Sonra səhralar, səhra sözü desert deməkdir. Səhra adlarından əslində baxın, bu səhra adı deməkdir. Gobi səhrasından söhbət gedir. Yəni coğrafiya oxuyanlarınız varsa daha yaxşı bilər səhra adlarını, amma yox belə çətinlik çəkiriksə səhra sözünün özünü görməsəz də testləri işləyəndə artıq bizə belə deyim ki, bir müddət sonra bilinir ki, hansı səhralardan söhbət gedir, aydın olacaq. Və testi də verəndə sizə onsuz da o cümlənin içində bir dənə desert sözünü atır ki, siz biləsiniz ki, söhbət gedən bu sözümüz səhra adı deməkdir və ona görə də səhralarla Z artiklını götürürük. 3 dənə sahil sözü var. Bank, coast, shore. 3 sahil sözünün üçündən də D artiklını işlədirik. Daha sonra gəlirik Londonun hissələri ilə, yəni şəhərin özü, şimalı, cənubu və s. qərbi, şərqi. Yəni Londonun hissələri ilə biz D artiklını işlədirik. Sonra coğrafi cəhətlərlə. Coğrafi cəhətlərdə bizim yenə bir qaydamız var. O hissəni deyək, nədən danışırıq. Deyirik ki, normalda əgər cəhətlərin adları sadə formada çəkilibsə, məsələn, şimal, şərq, cənub, qərb bu şəkildə deyilirsə, biz artikl işlədirik. Amma yox, özündən sonra cəhət gəlib, cəhətdən sonra bir dənə ölkə adı gəlibsə, bu artıq qitəni və yaxud ölkəni bildirir. Məsələn, North America, Şimali Amerika deməkdir. Və yaxud Northern Ireland ifadəsi var, Şimali İrlandiya ifadəsi. Bu zaman qarşısında biz artikl işlətməliyik. Amma yox, baxın yuxarıda nə dedik? Londonun hissələri ilə, bu tək Londona aid deyil bu arada, bütün hər yerə aiddir. Hər hansısa bir ölkənin hissələrindən söhbət gedərsə. Bir də var deyirəm ki, the North of America ifadəsini. The North of America. Baxın, Amerikanın şimalı. Bu zaman isə burada söhbət Amerikanın şimalından gedir deyə cəhətin qarşısına Z-ni işlətdim. Əgər of olmasaydı, sadəcə North America olsaydı işlətmirdim. Yox, əgər of varsa, of həmin onun hər hansısa bir hissəsindən söhbəti gedir deməkdir. Amerikanın şimalı dediyimiz kimi, bu zaman isə mütləq cəhətin qarşısına D artiklını işlədərik. Daha sonra gəldik 16-cı bölməmizə. Biz deyirik ki, ümumiyyətlə, hər hansısa bir ölkədən söhbət gedirsə, yəni ölkə, şəhər, kənd, qəsəbə fərqi yoxdur. Bunların heç birinin qarşısına biz artikl işlətməliyik, digər artikl işlənməyəndə. Heç birinin qarşısına biz artikl işlətməliyik normal halda. Amma əgər ölkə adından sonra republic, yəni respublika sözüm gəlibsə, union, ittifaq sözüm gəlibsə, kingdom, krallıq sözüm gəlibsə, state, united, emirates, federation sözləri gəlibsə, bu zaman mütləq biz qarşısına Z artiklını işlədərik. Ən çox görəcəklərimiz, baxın, bunlar, bu ifadələrimiz, the USA, the UK, bunlarla biz D artiklını işlətməliyik deməkdir. Amma tək formada ölkədən söhbət gedərsə, bu zaman biz artikl işlətməzdik. Sadəcə qarşısında respublika, ittifaq, krallıq və s. bu ifadələrimiz gəlibsə, bu ifadələri öyrənirik. Bu zaman biz qarşısına D artiklını işlədirik. Daha sonra bizə 17-də verib ki, topluluq bildirən və bir sıra istisna ölkə və şəhərlərimiz var ki, onlarla D artiklı işlənər. Bayaq dedim ki, ölkələrlə artikl işlətmirik D artiklını. Amma bu istisna artiklla işlənən ölkələrimiz var. Hansılardır? The Vatikan, The Niderland, elə öyrənərkən qarşısında D ilə öyrənin. The Philippines, Maldives, Argentina, Gambiya, Kongo, Haga şəhərlərimiz, Haga şəhəri. Bunlarla D artiklı işlənər, amma bunlardan başqa ölkə, şəhər tək başına gəlibsə işlətmirik. Məsələn, Amerika deyirəmsə işlətmirəm. Və yaxud da ki, amma The United States of America deyirəmsə işlədirəm. Və yaxud da ki, Azərbaycan işlətmirəm. The Azərbaycan Republic, Azərbaycan Respublikası deyirəmsə, bu zaman işlədirik. 18 millət adları, bunu bayaq sizə yuxarıda dillə bağlı qaydanı izah edəndə bildirdim ki, yəni millətdən söhbət gedirsə, millət adlarından D artiklını işlədirik. Bu o qaydamızdır.
19-cu qaydamızı da izah eləyək. 19-20 ilə yekunlaşdırıram. 19-da bizə verib ki, burada işlənən ifadə, söz və ifadələrimiz var ki, hazır söz və ifadələrimizdə. Həmin bu söz və ifadələrimizlə mütləq Z artiklı işlənməlidir. The same, the difference, the following, the and, the whole, the only, the radio. Burada the internet sözündə əlavə edə bilərik. İnternet sözü də həmişə mütləq D artiklından işlənməlidir. Bir dənə aşağıda TV-ni verib ki, amma deyir ki, TV sözündən işlənə bilmir. Bunu ayrıca bir qayda kimi veribdir bizə. Çünki radionu verib ki, radio ilə işlənir, amma TV ilə işlənmir. Ona görə ayrıca veribdir. Baxın, listen to the radio, radioya baxmaqla D işlədirik, amma watch TV ilə Z artiklını işlətmirik. Bir də ən sonuncu next və last sözlərinə gələk. Bunu niyə ayrıca verib? Çünki next və last həm işlənə bilər, həm də işlənməyə bilər. Necə olur bəs? Əgər bu iki next və last sözlərindən sonra zaman bildirən söz gəlibsə, hər hansısa bir zaman bildirən sözümüz varsa, bu zaman işlənmir. Bunun da belə qayda olaraq bizə belə verib ki, next gələn mənasını bildiribsə, last da keçən mənasını bildiribsə, işlənmir. Elə bunun biz mənasını tutana kimi ən yaxşısı bunu deyə bilərik ki, zamanın da altından xətt çəkib. Bunlardan sonra zaman bildirən sözüm, ikincisini səhv işarələdim. Zaman bildirən sözüm gəlibsə, bu zaman artikel işlənməz. Baxın, işlənmir. Nə deməkdir? Baxın, next week gələn həftə, next term gələn semester, next summer gələn yay və yaxud da ki, next summer eyni şey qıblə verib. Gəldik last'a. Last week, keçən həftə, keçən il, keçən gecə. İşlənmir. Amma bu iki sözümüzdən next və last'dan sonra zaman mənası bildirməyən sözüm gəlibsə, bu zaman Z artiklını işlədirəm. Və bu zaman next növbəti, last isə sonuncu mənasını bildirir. Məsələn, next station növbəti stansiya deməkdir. Baxın, məsələn, station sözündə stansiya zaman mənası bildirmir. Amma week sözü next weekdəki week bildirirdi. Ona görə next week'in artiklı yoxdur. Amma next station növbəti stansiya mənasında the next station, the next lesson növbəti dərs mənasında işlənir. Həmçinin last üçün də keçərlidir. Baxın, the last lesson sonuncu dərs, the last paragraph sonuncu paragraf, bunlarla D artiklımız işlənər. Qaydamız bu qədər.